Değiştim ben yerimi, vahidim de coldur, açın benim sirrimi. Gülbenin tesiriyle değiştim ben yerimi. Vahidim de çoğuldur. Açın benim sirrimi. 30 saniye vaktimiz var. Bir komanda lazım. Vaxt tamamdır. Deməli, uşaqlar, bir də deyirəm, Gülbənin təsiriyle mən dəyişdim yerimi. F vur S, nəyi verir? A nədir? Mexaniki iş. A sinifi düzgün cevap vermədi. Ç ve D sinifi mexaniki iş cevap düzgün. Dolupdur vahidim, işte benim cevherim. İşi zamana bölsek belli olacak ismi. Bir de deyirəm, sağlı dinleyin. Vaxt dolupdur vahidim, işte benim cevherim. İşi zamana bölsək belli olacak ismi. Deməli uşaqlar, biz bilirik ki, A bölü P bizə eni verir. En de güclü, gücü var ise gücün ölçümanıdır. Bir de komandayı A sinifi her üç komanda Cisimleri cezbeder, merkeze tesir eder. Bir hansı güvvedir ki yere doğru yöneler. bir de deyirəm, sonrasının artıq tələblər vaxtdan öncə deyildi. Cisimləri cəzb edər, mərkəzə təsir edər. Bir hansı qüvvədir ki, yerə doğru yönələr. Uşaqlar, nədir suallar? Ağırlıq qüvvəsi. Bir ağırlıq mərkəzə təsir edər. Və yer tərəfindən bu qüvvənin ağırlıq təsir edər. Onları qeyd şəkildə də əlavə olun. Dört olanlar arasında əlavə bir dənə sual gəlsin. Bir komandasını göstərəm. Azı komandasını. Yer olur aşıqaya, koymur geçsin fezaya. Yok yerin kolu elim, nedir bunun sebebi? Yer olub aşık aya, koymur geçsin fezaya. Yok yerin kolu əli, nədir bunun səbəbi? Əslində qalanlar uşaqlar hər iki komanda cazibə
Deyin mənə hansının molekulu sıxılar. Maddənin üç yolu var. Dərd, maye, həm də qazlar. Deyin mənə hansını maye yoxdur, yavaşladı var. Uşaqlar, ən rahat sıxılan maddənin hansıdır? Hansı maddənin molekülları aslında Bər. Qazların kimlidir? Bazı. Ancaq burada hər iki komanda sizə cavab verir. Hər iki cavab bazı. Bu üç hal maddenin hansı halıdır? Aqreqat halı. Sonuncu sualdır. Pascal edip seçilir, sahəyə bölüb məni və hansı kütlədir ki, səthə sığır o cismi? Bir də deyirəm. Pascal edip seçilir.